2025-ci ildə Azərbaycanın dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərclərinin icrası yüksək səviyyədə olub. Belə ki, ilin müvafiq dövr ərzində bu sahə üzrə xərclər 95,8% səviyyəsində yerinə yetirilib və faktiki icra həcmi 4 milyard 554,4 milyon manat təşkil edib. Bu barədə Maliyyə Nazirliyinə məlumat verilib. Nazirliyin açıqlamasına görə sosial müdafiə və sosial təminat xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 9,7% və ya 403,3 milyon manat artıb. Artım əsasən əhalinin sosial rifahının yaxşılaşdırılması, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, eləcə də pensiya və sosial müavinətlərinin maliyyələşdirilməsi ilə bağlı tədbirlərin genişləndirilməsindən əlaqədardır. Qeyd edilib ki, ayrılan vəsait hesabına pensiyaların, sosial müavinət və təqaüdlərin vaxtında ödənilməsi təmin olunub. Həmçinin sosial dəstək proqramlarının icrası davam etdirilib. Hökumət sosial yönümlü xərclərin dövlət büdcəsində prioritet istiqamətlərdən biri olaraq qalacağını və bu sahəyə ayrılan vəsaitin mərhələli şəkildə artırılmasının nəzərdə tutulduğunu bildirib.